Azərbaycan üçün ingilis dili strategiyası yol xəritəsi sənədinin təqdimatı baş tutub. Bu sənəd Elm və Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında imzalanmış birgə fəaliyyət planı çərçivəsində Təhsil İnstitutu ilə birlikdə hazırlanıb. Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev müsahibəsində bildirib ki, məqsəd məktəblərimizdə ingilis dilinin daha yaxşı öyrədilməsi ilə bağlı müzakirələr edib, təklifləri Elm və Təhsil Nazirliyinə təqdim etməkdir. Ehtimal edirik ki, əgər təkliflər reallaşa bilsə, məktəblərdə ingilis dilinə ayrılan dərs saatlarına yenidən baxıla bilər, artırıla bilər. O cümlədən məzmun və qiymətləndirmədə, müəllim seçimində də müəyyən dəyişikliklər baş verə bilər. Yol xəritəsi həm məktəblərdə ingilis dili ilə bağlı dərs yükünə, həm müəllimlərin bu istiqamətdə daha yaxşı tədris etməsi üçün peşəkar hazırlığa, həm ümumiyyətlə məzmun və qiymətləndirmənin bu istiqamətdə necə dəyişməsinə toxunur. Eyni zamanda universitetlərdə ingilis dil müəllimlərinin hazırlığı ilə bağlı da tövsiyələri əhatə eləyir. Paralel olaraq gələcəkdə ingilis dilinin tədrisinin Avropa İttifaqı dil çərçivəsi sənədinə uyğun olaraq ən azı 9-cu sinifə qədər B1 səviyyəsində şagirdlərin bilməsini hədəfləyən bir yol göstərir. Yol xəritəsinin müzakirəsində Təhsil İnstitutu və Britaniya Konsulluğu ilə bərabər ingilis dilinin tədrisi ilə əlaqədar mütəxəssislər, Dövlət İmtahan Mərkəzinin, müxtəlif universitetlərin bu sahə ilə məsul şəxsləri də iştirak edib. Müxtəlif təkliflər irəli sürülüb. Azərbaycan üçün ingilis dili strategiyası yol xəritəsi sənədinin hazırlanmasında iştirak edən beynəlxalq ekspert Simon Borg çıxışında qeyd edib ki, xəritədə ingilis dili səriştələri ilə bağlı milli hədəflər öz əksini tapıb. Təklif edirik ki, ingilis dili müəllimliyi ixtisası üzrə qəbul aparılarkən abituriyentin 11 illik xarici dil üzrə ümumi orta müvəffəqiyyət göstəricisi də nəzərə alınsın. Hazırlanan yeni sənəddə də bu qeyd edilib. Əsas problemlərdən biri isə xarici dil üzrə sertifikatlaşdırmada danışıq meyarının kifayət qədər nəzərə alınmamasıdır ki, bu da dil tədrisinə mənfi təsir göstərir. Azərbaycanda ingilis dili tədrisindəki əsas problemlərdən biri də müəllimlərin məhdud kompetensiyaları və 4 bacarığa əsaslanan qiymətləndirmələrin olmamasıdır və xəritədə müəllim səriştələrinə təsir edən 5 əsas amil müəyyən edilib. Bunlar pedaqoji təhsil, ilkin dəstək, yeni başlayan müəllimlərə ən azı ilk 2 il ərzində dəstək göstərilməsi vacibdir. Özünü inkişaf imkanları yaratmaq, müəllimlərin qiymətləndirilməsi və yeni sertifikatlaşdırma mexanizmləridir. Qeyd edək ki, yol xəritəsinin müxtəlif sahələrini əhatə edən xüsusi fəaliyyət planının hazırlanmasına bu ilin iyun ayında başlanılacaq. İngilis dili təhsilinin müxtəlif sahələrində islahatların sınaqdan keçirilməsi və tətbiqi isə 2026-cı ilin sentyabrından həyata keçiriləcək.